Yağış çoxdan kəsib, fəsadları isə davam edir. Bu dəfə paytaxtın Maşlağa qəsəbəsində Pərviz Səmədov küçəsində kanalizasiya xətləri olmadığına görə torpaq yolda göllənən yağış suları sakinləri təngə gətirib. Bu sudan əziyyət çəkirik. Yağış yağır, qar yağır, mümkün deyil evdən çıxmaq. Həyatımıza baxa bilərsiniz, nə qədər su var, bütün evin içində, ev bütün suyun içindədir. Evin içinə də girirsiniz, divarlar bütün hamısı qopub tökülübdür. Nə vaxtdan belədir bu vəziyyət? Yağış qabaq yağış yağdı, qar yağdı 2 dəfə. Sonra kəsdi, sular axdı, doldu həyətine. O biraz çəkilməkdən sonra yağış təzədən yağdı, o axırıncı yağış. Ondan sonra lap dəhşət, bütün batdıq suyun içində. Hər illərdir, hər yağış yağanda bu vəziyyətdə öz hesabımıza neçə illər düzəldirik. Axırıncı yağışdan sonra imkan yoxdur. Bələdiyyə zətdə gəlib baxır, hələ ki bir xəbər verməyib düzəlməyi barəsində. Düzdür, dedilər ölçü götürərik, ancaq dediyimizə baxmayaraq heç bir ölçü götürməyib hələ ki. Təxmini neçə ailə bu vəziyyətdədir? Təxmini belə götürəndə burada bir 50 ailə bu vəziyyətdədir. Hələ o tərəfləri demirik, əsas bu öz tərəfimizi deyirik. Sakinlər deyir ki, hər yağış yağanda öz aramızda pul toplayıb məsələni həll etmişik. Maşınlarla suyu çəkdirib yola torpaq tökdürmüşük. İndi isə buna gücümüz çatmır. Biz öz küçəmizi onsuz da özümüz düzəltdiririk. Yəni heç olmasa bu vaxta qədər özümüz düzəltdirmişik. Heç olmasa indi gəlib bir addım atsınlar, bir yol çəksinlər bura. Yolu gəlib ora yarıya qədər çəkiblər, bu tərəfləri çəkməyiblər. Məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətindən Xəzər xəbərə bildirdilər ki, Maşlağa qəsəbəsində mərkəzləşmiş kanalizasiya şəbəkəsi olmadığından payız-qış aylarında intensiv yağıntılar zamanı məişət, yağış və qurun sularının hər hansı bir istiqamətə axıdılaraq kənarlaşdırılmasına böyük çətinliklər yaranır. İri şəhərlərin Birləşmiş Su Təchizatı xidmətindən isə bildirildi ki, qeyd olunan ünvanda xidmətin mərkəzləşmiş kanalizasiya şəbəkəsi mövcud deyil. Şəbəkənin inşası tədbirlər planına uyğun olaraq mərhələli aparılır. Nigar Polad, Vüsal Cəfərov, Ruzanna Kərimli, Xəzər xəbər.